Hər kəsə salam. Bugünkü videoda oruc mövzusunu ələ almaq istəyirəm. Belə ki, bugün mən təkcə orucun neçə yüzilliklər ərzində hər kəsə məlum olan mənəvi təsirləri barədə deyil, eyni zamanda sağlamlığa faydaları və düzgün əməl edilməsinə dair tövsiyələr, orucun yaranma tarixi və həm də bu dəyərli təcrübənin fəlsəfəsi barədə danışacağam. Video 3 hissədən ibarət olacaq. Orucla sağlamlıq, orucun yaranma tarixi, orucun fəlsəfəsi. Hazırsınızsa, başlayaq. Oruc təkcə dini bir ibadət deyil, həm də elmi cəhətdən sübut olunmuş bir sağlamlıq strategiyasıdır. Bu bölümdə orucun orqanizmə təsiri, böyümə hormonu, autofagiya prosesi, metabolizm və daha bir çox maraqlı mövzular ətrafında məlumatlanacaqsınız. Böyümə hormonu. Oruc zamanı bədənimizdə böyümə hormonunun səviyyəsi artır. Bu hormon əzələlərin qorunması, yağ hüceyrələrinin parçalanması və hüceyrə yenilənməsi üçün mühüm rol oynayır. Bu həm əzələ sağlamlığı, həm də yağ itkisi üçün əvəz olunmaz bir prosesdir. Böyümə hormonu insanlarda böyümə, hüceyrə artımı və yenilənməsinə səbəb olan hormondur. Böyümə hormonunun ifrazı gecələr artır, səhərlər isə azalır. Qan şəkərinin artması, köklük, tiroid hormonunun azalması, qanda kortizolun artması böyümə hormonunun ifrazını azaldan səbəblərdən biridir. Böyümə hormonu digər hormonlar kimi yaş artdıqca azalmağa başlayır. Lakin uzunmüddətli aclıq fasilələri zamanı böyümə hormonunun yenidən ifrazını stimullaşdırmaq mümkün olur. Autofagiya və ya hüceyrə təmizliyi. Orucun ən maraqlı təsirlərindən biri də autofagiya prosesinin aktivləşməsidir. Autofagiya hüceyrələri lazımsız orqanoidlərdən, eləcə də bədəni lazımsız hüceyrələrdən təmizləmə yollarından biridir. Yunancadan tərcümədə autofagiya özünü yemək mənasını verir. Belə ki, bu proses hüceyrənin lazımsız və ya disfunksional komponentlərini məhv edən təbii və nizamlı mexanizmdir. Bu proses əsasən uzunmüddətli qida fasiləsindən, yəni 12-16 saatlıq aclıqdan sonra başlayır və 48-72 saat aclıq zamanı pik nöqtəsinə çatır. Autofagiya xərçəng, Alzheimer, Parkinson kimi xəstəliklərin qarşısının alınmasında və yaşlanmanın yavaşlanmasında böyük rol oynayır. Oruc bədəndəki iltihabi prosesləri də azaldır. İltihab bir çox xroniki xəstəliyin, eləcə də ürək xəstəlikləri, artrit, diabet əsas səbəblərindən biridir. Uzunmüddətli aclıq sayəsində iltihablaşma gedən hüceyrələr bərpa olur və yenilənir. Metabolizmanın tənzimlənməsi. Oruc zamanı bədənimiz enerji üçün qlukoz əvəzinə yağ hüceyrələrindən istifadə etməyə başlayır. Bu, ketoz adlanan bir prosesdir. Ketoz yağ itkisini asanlaşdırır və enerji səviyyəsini yüksəldir. Eyni zamanda oruc zamanı insulin həssaslığı yaxşılaşır ki, bu da şəkər, prediabet və ikinci tip diabet xəstəliyi riskini azaldır. Bütün dünya hal-hazırda fasiləli aclıq texnikası ilə sağlam çəkisini bərpa edir və insulin dirənci kimi narahatlıqdan qurtulur. Oruc təkcə fiziki deyil, həm də ruhsal sağlamlıq üçün faydalıdır. Oruc zamanı stres hormonu, kortizol səviyyəsi azalır və daxili rahatlıq hissi artır. Bəs orucluqda qida rasionu necə olmalıdır? Oruc tutarkən, yəni fasiləli aclıq zamanı xüsusilə qəbul olunan qidaya diqqət yetirmək lazımdır. Uzun müddətli aclıq intervalından sonra ağır, yağlı, duzlu, çətin həzm olunan qidalardan birmənalı olaraq uzaq durmaq məsləhətdir. Səhər yeməyinin yüngül, sağlam və doyumlu qidalardan ibarət olması vacibdir. Əgər səhər düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq. İftarda da həmçinin menyu balanslaşdırılmış olmalıdır. Ümumiyyətlə bu periodda liflərlə zəngin olan meyvə və tərəvəzlər, süd məhsulları, taxıl tərkibli qidalar, eləcə də zülalla zəngin ət, balıq, yumurta və paxlalılar kimi məhsullar arasında balansı qorumaq nəzərdə tutulub. Əsasən zeytun yağı əlavə edilmiş tərəvəz salatlarına, şorbalarına yer verin. İftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Hətta gecədən səhər saatlarına kimi yeyən insanlar da var. Bu tibbi baxımdan düzgün sayılmır. İftarda sürətli yemək mədə problemləri başda olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Uzun müddət ac qalan mədəni qəfildən yükləməyin. Kiçik hissələri yaxşıca çeynəmək şərti ilə yavaş-yavaş və aramla yeyin. Orucun faydalarından sözün əsl mənasında yararlanmaq istəyirsinizsə, qida və yuxu rejiminə diqqət yetirməlisiniz. Əks halda tam tərsinə
fəsadları ilə qarşılaşarsınız. Orucun insanlıq tarixində yeri. Oruç tutmağın ən qədim izləri qədim Mesopotamiya, Misir, Hindistan, Yunanıstan, Çin və Zərdüştlük kimi mədəniyyətlərə qədər uzanır. Bu ənənə hər bir mədəniyyətdə ruhən təmizlənmə, tanrılarla yaxınlaşma və fəlsəfi axtarışlar üçün istifadə olunub. Oruc insanlıq tarixinin ən qədim universal təcrübələrindən biridir və bu gün də müxtəlif dinlər və mədəniyyətlər tərəfindən davam etdirilir. Yunan filosofları Pifaqor, Sokrat, Platon oruc tutmağı fəlsəfi bir təcrübə kimi qiymətləndirirdilər. Onlar orucu ruhsal təmizlənmə və müdrikliyə çatmaq üçün bir vasitə kimi görürdülər. Roma mədəniyyətində oruc dini ayinlər və müalicə məqsədi ilə tutulurdu. Misir mədəniyyətində oruc fironlar və kahinlər tərəfindən tanrılara hörmət və ruhsal təmizlənmə məqsədi ilə tutulurdu. Misirlilər həm də ölülərin ruhu ilə əlaqə qurmaq üçün oruc tuturdular. Taoizm və konfutsiçilik kimi fəlsəfi təlimlərdə oruc enerji balansının qorunması və ruhən təmizlənmək üçün vacib idi. Çin mədəniyyətində oruc həmçinin təbiətə hörmət və kosmik enerji ilə uyğunluq yaratmaq üçün istifadə olunurdu. İslam tarixində ilk dövrlərdə, təxminən 7-ci əsrlərdə oruc sadə qaydalarla həyata keçirilirdi. Zaman aralığı isə sadəcə günəşin doğuşundan batana qədər hesab olunurdu. Ramazan ayı hicri təqviminin 9-cu ayıdır. İslam dininin etiqadına görə Məhəmməd Peyğəmbərə Quran ayələrinin enməyə başladığı, eyni zamanda müsəlmanların oruc tutmağa başladığı aydır. Bu ayda oruc tutmaq İslamın 5 şərtindən biridir. Ramazan ayı adətən 29-30 gün çəkir və ayın aypara görünümünü almasından başlayır. Orucun fəlsəfəsinə gəldikdə isə, oruc yalnız aclıq deyil, özünüzə qarşı verdiyiniz bir sözdür. Bu sözü tutmaq, disiplini və özünüzə olan inamınızı artırır. Hər bir iftar yalnız mədənin deyil, ruhun da doymasıdır. Özünüzə qarşı qazandığınız bir qələbədir. Bu qələbə həyatınızın hər mərhələsində sizə güc verir. Çünki hər bir aclıq anı sizin iradənizi sınayır və onu daha da gücləndirir. Disiplin hər gün kiçik addımlarla başlayır. Oruc tutmaqla hər gün özünüzə sadiq qalaraq, həyatınızın hər sahəsində daha möhkəm olursunuz. Bu dönəmdə iradə, əzələnin idmanla gücləndiyi kimi güclənir və formalaşır. Orucun sosial faydalarına da diqqət yetirək. Oruc ictimai birlik və qohumluq hisslərini gücləndirir. İftar və sahur zamanı ailə və dostlarla bir araya gəlmək sosial əlaqələri möhkəmləndirir. Bu, müasir dövrdə artan təkbaşınalıq və yalnızlıq problemləri ilə mübarizə aparmaq üçün əvəzolunmaz bir vasitədir. Və yekun olaraq demək istəyirəm ki, oruc yalnız bir ibadət deyil dostlar, özünüzü kəşf etdiyiniz bir səyahətdir. Bu səyahətdə hər bir addım sizin disiplininizi, özünüzə olan inamınızı və iradənizi gücləndirir. Orucun sağlamlığa faydaları elmi cəhətdən sübut olunmuşdur. Böyümə hormonunun artması, autofagiyanın aktivləşməsi, metabolizmanın tənzimlənməsi, iltihabın azalması və ruhi doyum kimi bir çox fayda orucu müasir dövrdə də əvəz olunmaz edir. Lakin oruc tutarkən sağlamlıq vəziyyətinizi nəzərə alın və həkim məsləhəti ilə hərəkət edin. Ümumiyyətlə, fasiləli aclıq və ya başqa deyimlə aralıqlı oruc texnikasını təkcə Ramazan ayında deyil, ümumiyyətlə gündəlik yaşam tərzinizə uyğunlaşdırsaz, bunun sizin üçün nə qədər xeyirli olduğunun fərqinə varacaqsınız. İntervalla qida mövzusu barədə ətraflı digər videoda yenə görüşəcəyik. Bu videonun isə sizə faydalı olduğunu düşünürsünüzsə, bəyənib paylaşmağı unutmayın. Şərh bölməsində oruc haqqında fikirlərinizi yaza bilərsiniz. Növbəti videoda görüşənədək sağlıqla qalın.